uşaqlar. Hamınıza salam. Axır ki mən bu zonçik. Uşaqlar, mən vlog çəkməyə qərar aldım. Yəni ən gözəl qərarlar məncə risk alınan qərarlardır. Mən hava risk qərar alıram. Yaxşı olur. İndi gedirik Fidan xanımla görüşməyə. Hava bugün belədir. Yəni istidir, soyuqdur bilinmir. Gözüm Fidanı axtarır. Biraz çora almana görə. Fidan yoxdur deyəsən. Hanı Fidan? İnşallah ki bu Fidandır. Plasmas yoxdur. Fidan. Ha, gəlirəm, deyirəm. İnşallah ki bu Fidan olar. Necəsən? Nə gözəl görsən sən bunu, görüşə. Özümü çəkib vlog axır ki çiftdən elədik də Fidan. Hə. Başlarınızı görün. Hə. Uşaqlar bəyənməyi və abunə olmağı unutmayın. Şoğa yağış. Biz bilgeliyiz. İndi nə fərq edəcəyik? Mən çəkirəm. Ayda, ben bəxtin nə yada bunu? Mən belə qalmışam. Uşaqlar, problem telefonda deyil, problem mənim boyumdadır. Yox, özünə haqsızlıq eləmə. Bir dənə boya bax, onunla da qabıq geyinir. Mən bir atmışam da. İnşallah ki əlimlə mikrofon tutmursan. Yox, mikrofon üstündə deyil. Neydi? Mikrofondur da, neyse. Mikrofonda narahat olma, Simran baxmayacaq bu videoya. Onu mən follow eləmirəm. Hə, belə Kommentariyada caclaya. belə qrup yoldaşı olar uşaqlar. Ayın təzə akım çıxıb kuşlar beni də. Hə, Çalan Bu elə arada maşınlara baxıb elə. ən çətin fənnimiz test olub, yəni test imtahanı. Yəni elə bir fəndir ki, biz düşünürdük ki, biz kəsilərik də. Məncə həmin fəndən hamının divara girirsən, nə fidan? Yox, Həmin fəndən hamının məncə çətinliyi var. Aha. Və o imtahan bizə test imtahanı olur. Bəli, özü bu ildən. Bu il və biz yeni eksperiment olmuş. Amma elə bir ki, bunun əvəzinə də, bunun qarşılığında da bizə Nə düşdü? Esən düşmədi düşən əzmə. Bunun əvəzində də bizə aptisi imtahanını bəxş ediblər bu il. Aptisiz kola idi. Yes. Namilə, kola, kola. Özü B1 level. Plus dəli, B1-dən də ötədi yəni. Plusdır. Hə, B1 plus. Hadi başlayırıq bir IELTS 6.5 alacaq. Sən onu ala bilməsən, kəsilirsən. Ha. Əslində bu arada mən stresli deyiləm. Mən də stresli deyiləm çünki özümüzə yox, biliyimizə, yəni inanırıq. Bəli. Yəni İnanırıq. müəllimələr dedi ki, yəni sən almayacaqsansa kim alacaq? Müəllimə böyük danışdı. Hə. Əslində çünki ingilis müəlliməmiz özü də çox yaxşı müəllimədir. Yəni o da bizə dedi ki, yəni siz qrupunuz ümumiyyətlə çox yaxşıdır. Özdə yəni bəzi uşaqların da adını çəkdi. İçində biz də var idi də. Yəni keçəcəyinə əmin olduğu uşaqlar içərisində biz də var. İnşallah yaxşı olar, sizə dua edin. Buradan bütün aptis imtahan verəcək UNIQ tələbələrinə də şans diləyirik. Özümüz qarşı. İnşallah deyirəm havaya baxıram. Mənə keçən ilin vayvalı verdi. Yəni keçən bu vaxtda birinci kurs ümumiyyətlə məncə tələbələrin ən gözəl dönəmlərindən Məncə biri də. 4-cü kurs ola bilsin. Bəli, çünki birində gəlirik, birində yedirik. Yəni uşaqlar, məncə tam dadını çıxartmışıq birinci kursun. Yəni birinci men idik də, yəni xahiş edirəm ikinci men kapatılsın. Çox pisdir. Hər şey yeni təcrübə edirsən, ya adama çox maraqlı gəldi. Həvəslə qarşılayırsan. Konsertə gedirdik, Yox. Konsertə gedirdik. Sonra nə bilim, mən ümumiyyətlə çox fəal idim belə. Bəli, nə olub yəni? Hamısında iştirak eləmişəm. Bu il prosta Halloween var uşaqlar. Keçən Halloween-də birinci olmuşdum. Yəni çox gözəl idi. Ortaya çıxartdan elə yadıma düşdü. Hə. Uşaqlar çox gözəl idi. Yəni necə deyim, hiss. Nə bilim, inşallah bu ildə ağlımda bir şey var. Məncə yaxşı olacaq. Sən nə düşünürsən o personaj haqqında? Mən çox xoşuma gəldi dizinizə. Ümumiyyətlə sonra idi. Hansını deyirsən? Mən sənə də yaraşdıracaq. Sən göstərin Halloween üçün seçsin. Hə, onu demirəm. Hansını deyirsən? Fidan. Fidan səhv anladı. Fidan geç qaldı. Keçmə qızı deyirəm. Yo, onu istəyirdim. Mən prosta o mənim üçün məncə çox sadədir. Mən daha belə abartılı bir şey istəyirəm. İnşallah ki, heç kim onu eləməz. Sən yanmışdın denəndə? Keçən Wanda Maximoff olmuşdum, Scarlet Witch olmuşdum Marvel'dan. Mən bir Marvel fanatıyam uşaqlar. Yəni ağır Marvel fanatıyam. Mən də Tim Burton yaradıcılığını sevirəm. Ümumiyyətlə bütün kinolarına baxmışam. Möhtəşəmdir. Halal olsun. Gəzə-gəzə gedirik. Telefon belə-belə tərpənir.
Bu da qəşəngdir. Peki bundan götürək. Yekədir. Həm yekə həm çörəkdir də. Yəni bu da elə bir nəzik çörəkdir. Kalori cəhətdən. Evet arkadaşlar, bugün indi isə çantamızda ne var? Çantamızı içine koyar. Fakat bütün böyle bir alışveriş eləmişik. Bir adet sandviç, Fidanın sandviç, Fidan kalbasalı xoşlayır. Ben toyuqlu alıramamışam. Bir adet sandviç. Yani bunlar çok hayat kurtarıcıdır. Ben hazırlık döneminde de giyirdim bunlar. Bunun elə bir şeydir. Bahalı olan ne var? 5 manatlık olan var. Bence bu daha doyuzdurucu. Bu daha bir şeydir. Yani onu zengin doyurmaqda, yəni 5 manatı buna versə adam Bunu yiyen ölmez. bunu yeyən ölməz. Bilmir içində nə var, amma dadlıdır. Bir çay bir de meyve. Bəli, bu çay mənimdir. Mən əslində bu rəngi almıram. İlk dəfə bu rəngi Ya alıram. yaşılı ya da narıncı alır. Narıncı, Ha. sarı. Bir şey de. Şəftəli almıram mən. Mən şəftəli Ben bəyənmirəm. şeftali olmasın. Şəftəli bilmirəm, mən şəftəli xoşlamam uşaqlar, yəni. Nəysə, eşitmədim. Bunu eşitmədim sadəcə. Orada koftam əzik deyildi uşaqlar. Amma mən deyim, bu koftan sən əzikli tüləməmisən. Bu koftanın modeli belədir. Niyə biz? Çatan gelir de. Çatandır. Kətandır ki, yox, kətan deyil. Çatan tez karışır. Yox, koftanın ümumiyyətlə tülənmir də, bu model belədir. Nəysə uşaqlar bizim deyirəm. Dərsdən qabaq Fidan xanım dərs oxuyur. Bugün qiymət alacağıq ikimiz də. Geçə düşürəm. Dəqiq. Ona görə dərsimizi təkrarlayırıq. Əslində öyrənmişik. Bəli, Samaşkanın məşhur güzgüsü, yəni bunun da şükür də olmaya da bilərdi. Bəli çocuklar, şimdi Necibə xanım oxuyur, dərs danışacaqlar. Fidan xanım dərs danışır, səni çəkmirəm Şəbnəm. Fidan güclü oxuyur, o qədər güclü oxuyur. Fidan acıqdı. Kurs hazırlıkta uşaqlar. Hamı dərs danışacaq, maşallah. Ben niyə oxuyursan? Yazmışam, ya əziyyətimə yazdım. Ay qız yazmısan, çıx danış da. Yazıram, danışıram. 15 Çıx danış. 15 səhifə mühazirə mövzusu görəndə bütün qrup ya Allah. Hə. Əslində 15 səhifə bizə azdır, yəni. Alan çəkiyor. Mədinə belə öyrənibsə, yəni inkişaf var. Uşaqlar, gözəl bir dənə yer tapmışam. Prosta görsənmirəm. Hə. Hə. Uşaqlar, biz bugün marketinq tədqiqatlarında Bugün ben çok şey söylemezdim. Niye? Çünkü ben yaşak giymişim. həmişə gözəl görürsən. Bizim koordinatımız həmişə gözəl. Benim kızlarım da tek yaşadı. Bugün biz uşaqlar 10 aldıq. Yes, ikimiz de onu aldık. Yani Uşaqlar. 10 aldık. Tədqiqatlarda iş qiymətimiz 10 oldu. Çox sevincliyik. Yəni yəni həyat bizə bir vurur, bir şey verir. Biz də tutamırıq son vaxtlarda. Bəli. Hey, sağ olun. İndi isə marketinq dərsindəyik uşaqlar. Və 2 dənə qiymətimiz olduğu üçün biz bugün dərs danışacağıq. Məsuliyyətli insanlar deyə. Biz artıq qiymətlərimizi alıb bitirdik yəni. Ona görə deyirik ki, bugün qiyməti olmayanlar dərs danışırıq. Biz çox düşüncə insan olduğumuz üçün onlara icazə veririk. 100% ona görə. Bəli. Uşağa bir dənə otaq tapmışıq biz. Hər yeri gördük də. Gedirik otağa baxmağa. Çünki bilmirəm, başqa bir necə deyim, məsuliyyətimiz yoxdur. 4 dəqiqəmiz o dərsə gedirsək qalbiyək. Ona görə hamısı 311 idi. Koş. Kırlar bizim uşaqlar da buradadır. Qaçırıq. Salam deyin. Ya. Hə, de. Aç qapını. Bağlıdır. Bağlıdır otaq. Otaq bağlıdır. Neyse. Otaq bağlıdır. Bəli uşaqlar. Görürsüz fəallarımız və Nəcibə. Bizim elə belə baxın nə gözəl düşüb. Maşallah. Evet. Uşaqlar bugün günü burada sonlandırırıq uşaqlar. Artıq gedirik evə, saat 7-dir. Və çox yorğunsunuz. Gedib dərs Olaylar yaşandı marketing dərsində. Çünki mən vlog çəkirdim də ona görə uşaqlar. Əslində dərsdə vlog çəkmədim. Çünki dərsdə qulaq asdım. Yəni
Nəysə uşaqlar, sağ olun.